Salam, xoş gördük hamınızı yeni vlogda. Bu günlərim işə getmədim. Cümə günüdür. Çünki uşaqlarının üstünüzə sağlıq, üçü də xəstələniblər. Böyüklər məktəbə getmədilər. Saranı da bağçaya qoymadım getsin. Saranı 2 gündür artıq getmir bağçaya, amma qızlar elə 5-ci gündən narahat oldular. İkisi də getmədilər məktəbə. Ona görə mən də işdən icazə aldım ki, evdə olum uşaqların yanında. Və uşaqlara belə duxovkada kartoşka istədilər. Onlara duxovkada kartoşka elədim. Və elə duxovkanı taxmışkən dedim özümüzə də duxovkada nəsə eləyim. Elə toyuğun pötənəsi var idi. Onu pörtdətdim belə suda. Ürəyi də var idi, amma ürəyi pörtdətmədim. Onu elə çiğ qoydum, çünki o tez bişir, amma pötənə gec bişir deyə onu pörtdətdim. Ciyəri də özüm qoymadım, çünki ciyər dedim birdən duxovkada quruyar. Ciyər tez bişəndi, ona görə kartoşka pötənə bişənə kimi ciyər quruyar, ona görə ciyər qoymadım. Ancaq elə belə pötənəni suda pörtdətdim. Sonra bişənə yaxın gördüm ki, biraz yumşalıb, götürdüm. Sonra onu kartoşkanla, ürəklə birlikdə duzladım, istiotladım, sarı köklədim. Hamısını birlikdə qoydum duxovkaya. Bişsinlər. Çox da yaxşı yemək alındı. Birinci dəfə idi belə eləyirdik. Heç vaxt eləməmişdik. Belə pötənəni qoyaq duxovkada kartoşkanla birlikdə. Birinci dəfə də eləyirdik, amma çox da yaxşı alındı. Kartoşkanı da belə balaca elədim. Çox da elə yekə qoymadım ki, tez bişsin ki, çünki yekə olsa gec bişər. Ona kimi də ürək pötənə duxovkada quruyarlar. Yemək işini bitirdim. İndi gəlmişəm uşaqların otağına. Gəl ki, özlərinə yeni il abu-havası eləyiblər. Belə bəzəyiblər buraları. Amma inanın, bunların bu zərləri ki var, onlar bütün evlə birdilər. Da bilmirəm necə bunu təmizləyim. İnanırsınız, belə bütün tökülür hər yerə. Baxın, bütün yerdədir hamısı. Zərlərdir hamısı. Çünki eləcə burada qoymurlar axı. Sara gəlir, götürür, özləri götürürlər. Bu da tökülür. Qəbənin üstü də bütün zərdir. Ona görə bilmirəm bunu neyniyim. Bunları yığışdırım bəlkə. Onda da buna baxım, onda başınızı qırıblar. Bunların əlində heç nə durmur ki, hər şeyi qırırlar. Görüm kleyləsəm düzəldə bilərəm bunu. Bundan əslində 2 dənədir. O vaxtı papam almışdı şu qızlara, Rənana, Məlikə, hələ Sara yox idi onda. Birini də kuxnada qoymuşam, televizorun üstündə. O sağlamdır. Onu ora qoymuşam ki, heç olmasa qol sağlam qalsın. Bunları da yığım, görüm hardansa yuxarıdan bir yerdən asım. Əlləri çatmasın ki, götürüb bütün hər yeri ondan eləməsinlər. İndi bu tumbuçkanı da götürüm burada. Ki orada, görün nə qədər orada zərlər var. Zərləri də oradan plisoslayım elə. Buradakini də töküm ora. Gətirim plisoslayım. Burada da ruçkanın qapağı düşübdür.
Görürsüz, hər yer ondandır, hər yer. Bəlkə də onlar uca köhnə əliflər, çünki biz onu artıq neçə ildir bizdədir olar, bəlkə 5-6 ildir bunlar bizdədir. Bəlkə də ona görə artıq belə tökülürlər, bilmirəm. Heç təzəsini də almaq fikrim yoxdur, çünki lazımsız bir şeydir, toz da yığır, nəfəslərinə gedir, ona görə elə bəlkə heç bu ildə bunları da tulladım. Hələ ki bu bayramı keçirsinlər, sonra bəlkə tulladım elə onları da. Hava da bu günlərim qəşəngdir, gün çıxıbdır. Mən də dünəndən xeyli paltar yumuşdum, uşaqların qurtqalarını da yumuşam, balonkalarını yumuşam. Bağışlayın, hələ də düzəlməyib deyə səsim, ona görə belə olur. Qurtqalarını da yumuşam ki, inşallah birinci günə kimi qurusunlar. Başqa qurtqaları var, amma sadəcə onu geymirlər. Elə bir dənəsini götürürlər, vəsə, bütün qışı onda keçirirlər. Uşaqların otağını toz soranladım. Ona görə pəncərəni bağlaya bilərəm. Pərdələrini də çəkim. Bunların otağı hazırdır. Təmizdədim, plisosdadım. Hələ silməmişəm. Dedim, bütün otaqları toz soranlayım. Sonra silərəm. İndi bir dənə qapılarımı bağlayayım ki, bura heç kim daha girməsin. İndi də başlayayım burada tozları alım. İndi də burada tozları alım. Bu da yeni ildə mamam almışdı qızlara hədiyyə. Bunu bəyənmişdilər deyə mağazində. Mama da sonra aldı onlara. Belə indi buraların tozunu alacağım. Burada da bizdə bu qədər kitablar var. Mənim qaynatam kitab oxumağı çox sevirdi. Ona görə bu qədər kitablar alıb. İnanırsınız, baxın, buralarda hər yer kitabdır. Sonra buralarda kitabdır. Hələ o birisi tərəf var, oralarda kitabdır. Oranı da çəkərəm sizin üçün. Belə hər yer kitabdır. Aşağıda da kitabdır. Sadəcə buraları bağlamışıq ki, sarı əlini vurmasın. Orada da hamısı kitabdır. Belə indi buraların tozunu alacağım ki, tozlar da alandan sonra bir dənə qalsın. Nədir burada, bunları da götürüm, tullayım, lazımsızdır. Bir dənə qalsın otaqları silmək. Yenə paltar qoyuram yuyulmağa. Həmişə kimi, hər gün. Nə vaxt ki deyirəm, yox, bu günlərim paltar yumayacağım, daha hamısını yudum, sabaha olmaz. Yenə sabaha heç olmasa bir paltar yuyanda olsa paltar yuyuram. Buraları Sara o vaxt ruçkana yazmışdı. Mən də gətirdim atstonla siləndə burasının da rəngi getdi. Elə belə elədim, gördüm gedir, təzdən eləmədim daha. Biraz buralar belə oldular. İndi bunu sintetikaya qoyaq. 40 dərəcədə 3 dəfə suya çəksin. Sıxmağı da 400-ə qoyuram, çünki minə, keçən qışı minə qoydum sıxsın. Ki paltarlar quru olsunlar da, çox nəm olmasın. O da paltar yuvana ziyan elədi. Xarab oldu, usta çağırdıq. O da dedi ki, minə qoymayın. Ona görə artıq 400-ə qoyuram həmişə paltarları qoyanda. Bu burada yuyulsun. Mən də sizə göstərim hələ nə qədər paltar, şəlit dolu paltardır. Bunları çıxardım. Dünəndən sərmişəm bunları. Qızların qurtqalarını da yumuşam, üçünün də. Belə. İndi bunları çıxardım, aparım evdən qoyum ki,
Bunlar уже demək olar ki, quruyublar. Evdə biraz havalarını alsınlar, yığım. Sonra da yolanları gətirim bunların yerinə sərim. Hava da bugün qəşəng idi, gün çıxmışdı. İndi artıq saat hardasa 4-dür, gün batıbdı, buludluqdur belə. Amma qəşəng hava idi bu günlərim. Paltarlar da qurudular. Sarıçıqamın da kalqutqası buradadır. Axşama da uşaqlara verməşil eləyirəm belə. Verməşil istədilər. Bilirəm ki, verməşildir, kartuşka qızartmasıdır, bir də makarondur. Onları nə vaxt eləsəm, çox sevərək yeyirlər. Ona görə həmişə bu yeməkləri əsasən eləyirəm ki, yesinlər. Elə özləri də istədilər ki, axşama bundan istədilər. Ona görə bundan eləyirəm. Belə qoyum, indi soysun. Soyandan sonra bişirim bunu. Soyudu verməşil. İndi onu belə yağda elədim. Qovururam biraz yağda. Belə. İndi üstünə də burada çaynikin altını yandırmışam, isinsin, qaynar olmalıdır su. Üstünə tökəcəm. Ağzını bağlayacağım, pişəcək. Mən belə eləyirəm, başqa cür də eləyənlər var. Məsəl üçün makaron kimi pörtdədənlər var. Və makaron kimi suda qaynadıb, sonra süzürlər. Amma mən belə eləyirəm, mənə belə rahatdır. Asandır da belə. İndi üstünə də su töküb qoyacağım. Bişsin, hazırdır. Görüm su isindi. İndi bunun ağzını bağlayaq, götürək, yerinə qoyaq. Bunu da ağzını bağlayım. Burada bişəcəkdir özü.